Peki deyirlər ki, böyrək daşı ağrısı doğum sancısından daha ağrılıdır. Bu düzdür? Deyirlər deyəndə əlbəttə ki, deyirlər böyrək daşı sancısı doğum sancısından bir dəfə, güllə yaralanmasından 2 dəfə artıqdır. Amma bu elmi olaraq belədirmi? Tam olaraq bunu demək olmaz. Nəyə görə bunu belə deyirlər? Böyrək sancısı daha çox ağrılar içərisində ən böyük ağrı sisteminə daxildir. Çünki böyrəklər onurğanın hər iki yan hissəsində yerləşir. Orada bizim sinirlərimiz zəngindir və sidik axarına hər hansı bir daş maneə bağladığı zaman sidik axarı aşağı keçə bilmir. Ləyən sidiklə dolmağa başlayır və bu zamanda böyrək parenximası gərilir və bu gərintidə də çox şiddətli bir ağrılar baş verir. Bunun bir faktı da var ki, məsələn, 120 kiloluğunda bir insan, özündən mənəm deyən birisi, xırda bir daş 6 mm və ya 5 mm bir daş parçasına görə xəstəxananın təcili tibbi yardımında divar gəzir, yəni ağrıdan. Düşünün, ağrı kəsici vurulur, 15 dəqiqə sonra təkrar ağrılar başlayır. Şəhərlərdə yazın, bəs siz böyrək daşı ağrısı, yəni böyrək sancısını keçirmisinizmi? Keçirmisinizsə, bu ağrıya 10 üzərindən neçə bal verərdiniz?